mən sizə desəm ki, bu şirkətdə patentli məhsullardır, necə? 100 professor burada çalışır. Bu şirkətdə məhsulları ekspertizdən keçirmək üçün 100 professorun qol çəkməlidir professor. Bunu razılığı ilə olmalıdır. Bu professor gəlib qol çəkirsə, bu təbiidirsə, bəli, mən qol çəkir, mən razıyam. Bu gəlib bunu göstərilə qol çəkir, mən razıyam. 99 professorun qol çəkilməsindən sonra gəlir axırıncı Məlat xanım gəlib burada oturur, Məlat xanım qol çəkir. Mən hoşuna gəlmədi bu nəzər. Mən qəbul edəmirəm bunu və 99 professorun qolu orada isə məhv olacaq. Yəni o qədər, o dərəcədə dəqiq və məhsulların, necə deyərlər, satışına böyük bir diqqət yetirilən bir şirkətdir ki, xüsusi bunların yetişdirilməsi üçün xüsusi sahələr var. O sahələrdə belə deyək ki, suyun tərkibi yoxlanılır. Suyun tərkibindəki olan başqa ünitlər olmamalıdır. Yəni aloyunu yetişdirmək üçün, yenə deyirəm, aloy tərkibi çoxdur, aloy çoxdur. 500-dən, 1000-dən çox növlər var, amma aloy verən növü var ki, bu aloe vera yazılır burada. Buna deyil Barbadensis miller adı. Latınca Barbadensis miller gedir adı və aloe vera növündə mən desəm ki, o biri aloe tərkiblərindəki olan ünitlər yoxdur. Yəni bu aloe tərkibində həm bizim bağırsağımızda saponillər var orada, xüsusi ünitlər var, minerallar var orada, məsələn, kasyonlar, aniyonlar var ki, bizim hüceyrə qidamızdır. Və beləliklə də mən buna açıq ürəklə, yəni bir biolog kimi deyə bilərəm ki, gördüyünüz bu məhsullar hamısı hüceyrə qidasıdır. Əlavə qida deyirik, təbii ki, hamı əlavə qida deyir, amma mən deyirəm hüceyrə qidasıdır. Yəni bizim hüceyrəmizi 21 gün ərzində adaptasiyası var, 21 gün ərzində hər hansı bir istənilən xəstəlik olan insanın qarşısında bir məqsəd varsa, mən sağalmaq istəyirəmsə, bizim bu əlimizdə tutduğumuz, bizim də gördüyümüz hamısı məhsullar, hamısı, belə deyim sizə, hüceyrənin daxili mühtəviyyatının hamısını bərpa etməklə avtomatik olaraq o xəstəliyi bədəndən çıxardır. Yəni, bu artıq mükəmməl bir müalicədir. Yəni, siz təsəvvür ki, qaraciyərin piylənməsi. Qaraciyərin piylənməsi nə deməkdir? Qaraciyərin hüceyrə məsələləri vardır, toxumaları zədələnib və toxumalarda piylənmə baş verib. O toxumaların piylənməsini də əmələ gətirən biləcək hüceyrələrdir. Deməli, bu cür möhtəşəm məhsullar birbaşa bizim hüceyrəmizə gedərək hələ həmin o birinci hüceyrəyə daxil olur, birinci toxumalardan götürürlər, sonra gəlib orqanların tərkiblərini təmizləyirlər. Deməli, biz bu məhsulları qəbul etməzdən öncə özümüz, hətta özümüzdən biz bildik ki, qanımızın və yaxud da deyək ki, hansı bir orqanımızın kimyasallaşmış bir məhsullardan uzaqlaşmasını bilməliyik. Çünki yenə deyirəm, qaraciyər, bütün məhsullar qaraciyər, son məhsullar qaraciyər gəlir. Son bizim qidalandığımız və bizim qanımızın tərkibində nə varsa 120 gündən bir qanımız dəyişilir. O da belə deyək, qanın da çökmə, yəni qəbristanlıq deyirlər də, biz ölənlərdə qəbristanlığı basırlar, qanın da qəbristanlığı qaraciyərdir. 120 gündən sonra bədəndə təzə bir eritrosit yaranır ki, həmin o qaraciyərə fəsad verməyən qanı təmizləməyə lazımdır. Onun üçün də bizim bu hüceyrə qidası olan məhsullarımızı qəbul edərək, yenə deyirəm, 21 gün əgər hüceyrə adaptasiya edirsə hüceyrədə, siz təsəvvür ki, biz hər hansı bir yeni başlamış xəstəliyi aradan götürmək üçün, haradasa ki, bu bir məhsul edir, 3 ay və yaxud da maksimum 6 ay ərzində biz onu ardıcıl olaraq biz onu qəbul etməliyik ki, hüceyrə mənşəyini dəyişməyə qoymayaq. Hüceyrə mənşəyini dəyişməyək, hüceyrə normallaşandan sonra ondan yaranacaq yeni hüceyrə təbii ki, təsvirlənəcək və qoymayacaq ki, o da xəstə hüceyrə yaransın. Və beləliklə oradan avtomatik olaraq orqanda xəstə olacaq. Danışılması sözlərimiz çoxdur, yəni məhsullarımız haqqında danışsam çox danışa bilərəm. Amma ən birinci növbədə yenə deyirəm, sözümün ən axırında bir dənə belə yekunlaşdırmaq istəyirəm ki, insan orqanizmindəki olan amin turşularının bərpa olunması bu Forever şirkətindəki olan aloe tərkibindədir. Bizim amin turşularımız bədənimizdə 22 amin turşu təkrar edəməyə mən xoşum gəlir və sevirəm təkrar biləyən anasını niyə görə? Çünki mən sevirəm ki, Allahın bizə verdiyi belə böyük bir neymətdir, insanlar bunu bilməlidirlər, yararlanmalıdırlar. Və təbii ki, 22 amin mənim bədənimdə, sizin bədənimizdə, bütün insanların bədənində 22 amin turşusundan 20'si əgər burada varsa, bu möcüzəli bir bitkidir. Bizim yaşlı dostumuzdur. Və beləliklə də mən buna açıq ürəyimlə deyirəm ki, o bizim yaşlı dostumuz, bizim xilaskarımızdır. Çünki qədim zamanlardan deyirlər, amma bu dəqiqə elmi açıqlamalarını açıqlayanda biz görəcək ki, görün,
aloe bitkisinin tərkibində o qədər bizim bədənimizə lazım olan ingrediyentlər var ki, mən bu dəqiqə desəm ki, insanı idarə edən bu dəqiqə hormonlardır, yuxunu idarə edən hormonlardır, insanın pozitivliyini, insanın negativliyini idarə edən hormonlardır və hormonların tərkibi üzülü alır, sonra tərkibi isə Təşəkkür edirəm. Həqiqətən çox möhtəşəm bir seminar şeylədir Məlahət xanım. Həqiqətən bir müştərilər daha çox mənə sual verirdilər ki, biz aloeun və yaxud digər bu məhsullar haqqında bilmək istəyirik, ətraflı məlumat verdiniz. İndi inşallah gələnki bizim seminarlarımızda hər bir məhsuldan mən sizdən xahiş edəcəm. Təbii ki, təşəkkür edirik, bizim dəvətimizi qəbul edirsiniz. Birlikdə biz neçə ildir çalışırıq. Bunun üçün sizə xüsusi təşəkkürümüzü